Gedirik indi bu günləri Amsterdamın ən maraqlı yerlərindən biri olan, daha doğrusu ikisi olan yerlərə gedirik. Hələ demirəm, sürpriz olsun. Sonda görəcəksiniz haralara gedirik. Çox adam demək olar ki, mən bunu heç yerdə görməmişəm. Kimsə ora getdiyində görməmişəm. Amma biz gedirik. Yəni təkcə Amsterdam birinci bu binalardan ibarət deyil. Buranın da maraqlı, gəzməli, görməli yerləri var. İndi gedəcəyimiz yerlər çox şirindir. Çox özüm kimi. Bu arada biz özümüz gedirik ora. Yəni nə maşın tutmuşuq, nə də ki, nə maşın kiralamışıq, rentekar, nə də ki, hər hansı bir turist tələsinə düşəcək qədər ağılsız deyilik ki, gedək tur yerlərindən alaq bilet. Əslində gedəcəyimiz yerlərə giriş ödənişsiz, yalnız tren pulunu veririk. O da 2-3 euro. Amma bir çox adamlar bura gələndə o gedəcəyimiz yerə təkcə bir nəfər üçün 90 euro, yəni 180 manat pul verib gedirlər. Çünki başları çıxmır, maraqlanmırlar. Amma çox sağ olsunlar, bizim ətrafda dost tanışlarımız çox olduğu üçün onlar bizə bütün qayda qanunları başa salırlar və mən də sizlərə o qayda qanunları başa salacağım ki, sizlər də başqaları kimi turist tələsinə düşməyəsiniz. Deməli, soruşa-soruşa, öyrənə-öyrənə gəldik, çıxdıq. Gedəcəyimiz yerə yeraltı belə qatarlarla gedirik. İndi bizim qatarımız 12-13-də gələcək. Hal-hazırdakı şəxslərin gözlədiyi Berlin qatarıdır. Amma bizim qatarımız 12-13-də gələcək, gedəcəyik getdiyimiz yerə. Gəldik Amsterdamın maraqla turistlərin gəlib olunduğu, gəzdiyi bir yerə. Bura Zandam sayılır. Hansı ki bu gördüyünüz binayla, bu gördüyünüz maraqlı binayla insanların marağını cəlb edən bir binadır, bir məkandır. Belə nağıllar aləminə bənzəyir, çox maraqlıdır. İndi bunun qəşəng qarşıdan bir yeri var, hər kəs gedir orada şəkil çəkdirir. Biz də dedik həm görək, həm də xatirə fotoları da yaddaşa həkk eləyək. Maraqlıdır. Bugün bəxtdən də elə bilin ki, o qədər gözəl hava var ki, əslində mən bura gəlməmişdən öncə hava soyuq, yağışlı, qarlı, boranlı göstərdi. Amma lakin bizim şansımıza çox gözəl hava oldu. Açıq belə bulutlu, rəngarəng. Gözləyirdim ki, bugün də hava gözəl olsun ki, bütün buradakı rənglər öz ahəngini tapsın. İndi gedirik, baxın, bax o maraqlı yerə dayanır bu binanın qarşısında, önündə belə çəkiliş eləyir. Digər hissəsi, bura əslində balaca bir şəhərcidir, balaca bir parkdır ki, yaşayış parkı, yəni yaşayış binalarıdır. Burada Zandam deyə bir ərazidir. Necə ki, bizdə yaşayış binaları olur, hansı ki ərazidə, yəni deyək tutalım Gənclik, Nərmanov, bu da onlardan biridir. Maraqlı bir belə aurası var. Buradan da qəşəng görsənir. Buradan da çəkilişlər qəşəng görsənir. Bu hissədən də. Mən düşünürəm bu hissədən daha qəşəng görsənir. Buradan arxadakı saat falan hamısı qəşəng görsənir. Zandamda çəkilişlərimizi elədik, bitirdik. İndi gedirik ən sevdiyim yerə. Ora hansı ki fabrikdir. Pendir fabriki də var orada. Çox maraqlı kənddir, giriş ödənişsizdir. Yalnız və yalnız metro ödənişlərini veririk, keçid edirik və bir də onu qeyd etmək istəyirəm ki, metroya mindiyinizdə qatara, yəni kartlar vasitəsilə ödəniş edə bilirsiniz. Yəni buradan sırf metro kart almanıza ehtiyac yoxdur. Kart, yəni viza kartı ilə telefonunuza yüklüyorsunuz, ödəniş edirsiniz, keçid edirsiniz. Girişdə düşdüyünüzdə yenə də yaxınlaşıb kartı toxundurmalısınız ki, getdiyiniz yerin məbləği çıxılsın. Çünki siz hansı yerdə düşdüyünüzün, yəni ödənişini eləməsəz, həm girişdə ödəniş edirsiniz, həm çıxışda kartı vurursunuz, o da ödəniş deyil. Prosta kartı çıxışda uje kartdan pul çıxır. Həmin gedəcəyin yeri hesab edir. Hə, gedəcəyiniz, çünki burada fərqlidir qiymətlər. Hesab eləməsin. Məsələn, əgər vurmazsa, axırıncı stansiyanın pulunu hesab eləyəcək gün ərzində sizdən. Misal üçün getdiniz, 2 euro pul çıxdı Zandama. İndi o birisi tərəfə başqa pul çıxacaq. Digər tərəfə uzağa getdikcə daha çox. Əgər vurmasanız düşəndə kartı, yaxınlaşdırıb vurmasanız, ümumi bütün qatarın getdiyi yolların ödənişi sizin kartınızdan çıxacaq. Heç unutmayın yəni bu şeyi. Mütləq və mütləq bunu unutmayın. Çünki 24 saat içində o təkrarlanır. Birinci girişdəki ki vurmusunuz ha. Çıxışda vurmadınız 24 saatdan sonra vagonun bütün pulunu
kartınızdan çıxacaq gedişatının pulu. Yəni bu da nəzərinizdə olsun və demir bayaqları deyir kaş ki kağız pul götürməzdim. Bronda manatı da və yaxud da dolları da evroya çevirməzdim. Burada bilirsiniz ki, ən çox evro keçərlidir. Kartlardan da kimsə deyir ki, faiz çıxılır, heç bir faiz falan. Biz istifadə etdiyimiz kartdan çox adam istifadə eləyir. Həmin kartdan faiz çıxılmır. Ən yaxşısı oğurluq falan bilirsiniz ki, bu ərazilərdə dəhşət çox olur. Dayandığınız yerdə belə çiyin vururlar sizdən, cibinizdən telefonunuzu, pulunuzu oğurluyorlar. Məsələn, mənim başıma gələcəkdi, mən hiss elədim. Yəni hamımızın başına o hadisə gəlib. Qalmışam belə baxıram, görürəm o bursu mən orada göyərçinləri yemləyirdim, onlara pul verdim, bu cibimdən çıxartdım da. O bursu gördüm 2 nəfər qalıb belə, o bursuna göz elədi ki, ged ona. Mən də belə durmuşam, bir cibimə tərəf gəldi, istədi çiyin alsın, mən çəkildim dala, mənə belə baxdı, güldü, getdi. Yəni ki, burada çoxdur. Gözünüzün içinə baxa-baxa pulunuzu oğurluyorlar. Ən gözəli telefonunuzu etibarlı yerə qoyursunuz ki, heç kəs oğurlamasın karşılığınızda və ən əsası da çalışın kartlardan istifadə eləyin. Zandamdan 2 stansiya sonra gəldik, düşdük. Zəncir çocuğu belə bir adı var. İndi onu qeyd edəcəm sizə bura. Çox maraqlıdır, çox qəşəngdir, balaca kənddir. Həmən kəndi indi birlikdə sizlə hamımız qəşəng gəzəcəyik. Turniketlər yoxdur burada. Elə yer var, bağlıqda vurursan qapı kimi açılır. Amma burada yox olmadığına görə orada bax Çıxırıq deyə turniket burada görürsünüz açılıb bağlanan turniketlər yoxdur, yeri yoxdur. İndi belə bir turniketlər yerləşdirilib burada vurmağımız şərtdir. Yaxınlaşdırdı kartı çıxışı. Yəni yaşıl işıq yandı ki, gedə bilərsən deyə Elvin sən elə. buyur. Bir də nəzərinizə çatdırmaq istəyirəm ki, misal üçün bizim kimi 3 nəfər gəlmişsinizsə, hər kəsin özünün kartı olmalıdır, viza kartı olmalıdır. Misal üçün avtobusa, qatara minirsinizsə, bir kartdan 3 nəfər keçə bilməz. Hər kəs öz kartı ilə keçməli, yəni bunu unutmayın. Kəndə giriş eləmişik artıq. Hələ girən kimi gördük burada qəşəng bir dondurma verirlər. Mənzərəsi də mükəmməl. İndi mənzərəni göstərəcəm sizlərə, səbirli olun. Dondurma da ki, maşallah çox böyük ölçüdədir. İstədiyiniz tablo da burada göstərilir. 4 evrodan, yəni 8 manatdan başlayan qiymətlərə dəyişir. İndi bizə görə hazırlığı üçün eləyəcəyik. Belə marajları görün necə hazırlayırlar. Buradan tökülür. Belə çiyələk, sonra marojna, çiyələk, marojna. Belə formada eləyirlər. Bu 10 evrodan, hə indi? Dedim 4 evrodan başlayan qiymətlərə beləsi də var. Amma biz belə formasını seçim elədik, çiyələkli falan. Bundan dedim ki, üstünün souslarını az eləsinlər. Çünki xoşlanmıram, onlar çox olanda çox şirin olur. Belə qəşəng göl mənzərəli yerimizə baxırız. Onların hamısını bir-bir sizlərə göstərəcəm ki, onlar nə üçün istifadə olunur, nələrdir, orada nə fabrikidir. Onların hamısı fabriklərdir. İstədim görəsiniz, körpün əməli başları bir qırılıb qalxıb və o hissədən indi gəmi keçəcək. Körpün yəqin ki, hündürlüyünü görə bilirsiniz, çox aşağıdır. Sırf bu körpünün o hissəsindən asfalt belə qalxdı və düşür aşağı. Bu keçsi gəmi. Keçdi, bayaqları keçdi. Hündür bir gəmi idi. Keçdi artıq, indi körpüdə bağlanır. Baxın necə maraqlıdır. Sırf bu ayaqqabıların məskənidir bu fabrik. İndi ora gedəcəyik, göstərəcəm sizlərə. Xüsusi gəmilər də var, sizi gölün içərisində bu kənddə belə gəzdirir. Evlərə baxın, görün necə gözəldir. Hər biri yaşayış evləridir. Elə düşünün ki, bura kənddir, bura isə fabrikdir. Çox geniş, çox böyük ərazisi var həmən bu yerin. İndi gedirik biz tam yaxından fabriklə tanış olmağa. Düşünün bir dənə bu tərəfə baxın. Bura müasir zona. Yəni buralar elə bil ki gələcək. Bu hissə isə keçmiş. Görürsünüz necə fərqlidir.
Bilirsiniz ki, buran gölün ətrafıdır. Burada çəkilişlər eləyirik. Bayaqları telefonla oynayırdım. Dedim, ay Allah, burada deşiklər var. Telefon buradan düşsə nə olacaq? İndi bir Çinlinin telefonu düşüb gölə və vadalazlar falan gəldilər. Telefonunu götürməyə də bu hissəyə düşüb. Vadalazlar girir, qız deyir ki 5 saatdır telefonu orada qalıb. Ay Allah. Şirin. İndi vadalazlar əyinlərini dəyişirlər. Mən telefonları Belə bir problemlə qarşılaşsanız əgər, yəni belə xidmətçilər gəlirlər kömək eləmək üçün. Qız deyir ki 5 saatdır gözləyirəm onların gəlməyini. Burada deyir oturub onların gəlməyini gözləyirəm. Heb jij je waarde? Hazırdılar, başlayırlar axtarışa və özləri ilə belə bu deyəsən Cihaz qızıl detal axtarır da, qızıl falan, mina, detal onları axtarmaq üçün belə bir Soruşuram ki, gözdən görmək olur, deyir olmur. Dərinliyi dedim nə qədərdir? Artıq 3, 5, 10 metrə qədər dərinlikdir burada. Ja, maar ik loop daar achter je aan. Of wil je dat ik hier blijf? Qız da gözləyir onu. Qızla bərabər biz də gözləyirik. Emil, Elgün, mən. Çox maraqlıdır. Həqiqətən bayaqlar dedim ki, görəsən bura nəsə düşəndə necə götürürlər. Elə bir evrəmə mesaj yolladım Quran haqqı. Ja, iemand anders heeft hem opgegeven. Yəni istəməzdim ki, kimdəsə belə olsun. İnşallah tapılar. Heç yerə buradan tərpənməmişik. Əslində o fabriklərə getməliydik, tərpənmədik. Dedim bir dənə qızı görüm, telefonu tapıldı, ondan sonra gedək. Göstərir ki, bu ərazidir. Aha, keçin o tərəfə düşəcək indi. O cihazı götürüb özüylə yox götürmür. Girdi suyun altına. Ay Allah, inşallah tapılsın. Qız da necə də gözləyir. tapdı. Tapdı. Çəkdiniz? Çubuq qarışıq düşüb. Birinci çəkir. Hem anders maar die kant op, ja. Ah. Ağla apış, ağla. Ay Allah. Məndən çox soruşurlar ki, doğrudanmı Arifə xanım Amsterdamın belə qəşəng görməli yerləri var, gəzməli yerləri varmı? Ancaq binalar deyə görmüşük. Amma mən bura gəlməmişdən öncə o qədər axtarmışam, araşdırmışam. Ən yaxşı yerlərdən münasib qiymətlə necə gəlmək olar? İlk öncə bura gəlməyi təbii ki Flyblast şirkətinin köməkliyi ilə gəlmişik. Çox sağ olsunlar, var olsunlar bizi bir Fransa macəralarını, bir Amsterdam macəralarını doya-doya yaşamağımıza köməklik göstərdilər. Hər işimizdə, hər problemimizdə yanımızda oldular. Və burada Amsterdamda o qədər gözəl gəzməli, çəkilməli, videolara salınmalı, o qədər gözəl yerlər var ki, inandırım sizi bura gəlsəniz özünüz görə görəsiniz. Mən şəxsən heç yerdə belə yerlər görməmişdim. Heç bir səhifələrdə Amsterdama gələn hər hansı bir müğənninin, məşhurun, influencerin səhifəsində bu yerləri gəzdiyini görməmişdim. Özüm dedim gəlin bir görüm, maraqlanım, necə bir yerlərdir. Bundan da qəşəng yerlər var. Sadəcə olaraq vaxtımız qısıtlı olduğu üçün tam istədiyimiz yerlərə, bir neçə yerlərə gedib çıxa bilmədik. Orayla bizim qaldığımız yerin məsafəsi 2 saat, 2 saat yarım olduğu üçün ən uyğun saatı bura seçdiyimiz üçün bura gəldik. 2 yerə getdik bu günləri. Məncə yetəri qədər bizə uyğun oldu. Təşəkkür edirəm başda Rövşən bəy olmaqla bizim hər zaman imdadımıza yetişən Cəmilə xanıma sonsuz təşəkkürümü bildirirəm sizə. Hər nə oldu bir dənə zəngdə, ay Cəmilə xanım burada belədir, ay Cəmilə xanım orada elədir. Nəinki mənə, mənim səhifəmdən gedən müştərilərə, izləyicilərə belə həssas yanaşırlar. Təşəkkürümü bildirirəm inşallah. Onlarla çox gözəl səfərlərimiz var qarşıda. Hər birini sizlərlə bölüşəcəm. Deyərdim ki, Azərbaycanda yeganə işində məsuliyyətli, vaxtında vizanı alan və öz işində çox peşəkar olan şirkət Flyblast şirkətidir. Öpürəm sizləri qızlar. Yəni mənim seçimlərimə diqqətlə yanaşın, xeyir tapasınız.
Okay, now give this. Thank you. Thank you very much. Yeah.